Bildirçinlərimin ilk yumurtası. Bugün yerlerine keçəndə gördüm ilk yumurtaları. Çok qəşəngdilər. Burada da dərman var. Göydaşla cücü dərmanıdır. Yağışdan öncə göydaş atmışdım həyətə. Həyətdə xəstəlik var. Ən çox da pomidorlarda, badımcanlarda. Baxın. Bilməm görünür, yarpaqlarını görürsünüz. Saralma xəstəliyi kimi. Əslində nə qədər biçmişəm aşağı yarpaqların. Göydaş atdım. Sonra yağış başladı. Reyhanlarım benim, aşklarım. Belə. Oh, reyhan çox gözəl qoxur. Limonumda da var limonları. Bu il həyətə alınmadı. Peki biberlər ən çox payıza yaxın daha çox tökürlər. Biberlərin hələ ömrünə var. Badımcanlar indiyə tökməli idi. Heç yönlü böyümədilər. Xiyarlarım heç olmadı. Yox oldu, getdi. Təzədən toxumdan əkmişəm oralara. Görək alınacaqmı? Burada da olmalıdır bir dənəsi toxumdan. Ay belə. Görək necə olacaq.